Salam, hörmətli pasiyentlər və doktorlar. Bugün sizinlə kontrast nefropatiyası haqqında danışmaq istəyirəm. Kontrast nefropatiyası müayinədən öncə vena daxili yeridilən kontrast maddənin vurulmasından sonra müşahidə olunan böyrək zədələnməsidir. Risk qruplarına yaşlı xəstələr, şəkərli diabetli pasiyentlər, xroniki böyrək xəstəlikləri, xroniki ürək xəstəlikləri, onkoloji xəstəlikləri olan pasiyentlərdir. Bunun üçün xəstələr mütləq təkcə kreatinin analizi ilə yox, ümumi nefroloji müayinədən keçməlidirlər. Və əsas aktual mövzu angioqrafiya öncəsi xroniki böyrək xəstəlikləri və yüksək kreatinli xəstələrin dəyərlənməsidir. Bu barədə onu demək istəyirəm ki, bu qərar mütləq kardioloq, nefroloq və xəstə yaxınları ilə birgə verilməlidir. Çünki ola bilsin ki, xəstənin kreatini 3-4 mg/dl ola bilər, lakin xəstəyə mütləq anjo ehtiyac varsa, biz birlikdə profilaktik tədbirlər görüb xəstəni angioqrafiya müayinəsinə göndərə bilərik və xəstəyə hemodializ müalicəsinin ehtiyacı olmağını da xəstə yaxınlarına izah edirik.